Və bu günlərdə hələ bunu biz başqa yöndən baxsaq ki, qamətin bu gün apardığı təbliğat, qamət əvvəlki kimi elmi təbliğat aparmır. Qamət əvvəlki kimi elmi təbliğat aparmır. Assalamu aleykum, əziz müştərilər. Sizləri Coffee-Lay'dən bir daha salamlayırıq. Bu günlər sizə məxsusi bir içki təqdim edirik. Şirvan şəhərində Coffee-Lay'də. Demək, içkimiz Yapon xalqına məxsus olan matchadır və onun bu günlər sizə hazırlanma qaydasını göstərəcək. Sonra isə öncədən hazırlanmış, temperaturdan nəzarət edilmiş, tam qaynar formada olan biz adi su ilə bunu həll etməyə çalışacağıq. Sonra isə növbəti mərhələmiz məxsusi bambuk ağacından olan matchanın qarışdırıcısı var ki, biz onunla ən gözəl şəkildə bunu həll etməyə çalışacağıq. Yəni bunun kimi heç bir şey matchanı qarışdırmaqda belə effektiv olmur. İndi isə yaxından çəkil zəhmət olmasın. Bu da belə deyək, həm də bunun bir özəlliyi odur ki, Yapon xalqına öz məxsusluğunu bununla da göstərir. Çalışdığımız qədər bütün alətlərdə və həmçində məhsullarda hansı qida, hansı xalqa məxsusdursa, onun özəlliyini qoruyub saxlamağa çalışırıq. Məsələn, İtalyan kofesi, ondan sonra Ərəb kofesi və həmçinin də matchanı da eləcə. Artıq demək olar ki, həll oldu. Növbəti mərhələ isə bunu südlə qatışdırmağımız olacaq. İndi isə südümüzü köpürləndirmə mərhələsindəyik. İsə əsas ən həlledici və ən çətin mərhələmiz. İndi isə artıq belə deyək də, bunun üstünə bəzək vururuq ki, bəzi adamlar xoşlayırlar, xüsusilə şəkil çəkdirmək istəyənlər və s. Onlar sənə məxsus olaraq üzərinə bəzək vururuq. Tamamlanma işlərimiz sırf zövqə qaydan bir şeydir. Şokoladlı və çiyələkli toppinglə belə deyək, üstünə bəzək vurduq. Amma bunu bəzi insanlar sadə olaraq da içirlər. Yeri gəlmişkən deyim ki, üstünü düzəltməkdə bizim baristamız bizə köməklik elədi. Hələ o şeyləri belə deyək də tam öyrənə bilməmişik. Amma sizin xidmətinizdəyik. Bizim baristamız bunu daha gözəl, daha dadlı təqdimatla sizə təqdim edəcəkdir. Yolunuzu gözləyirik. Allah'a emanet olun. Böyük-böyük danışmağı var, ged öz işinlə məşğul ol. Vəssalam.